Son vaxtlar Azərbaycanda heç kim istəmir. Hamı bir-birinin qəlbinə dəyir, hamı bir-birinə pislik eləyir. Əgər düzgün müsəlmanıqsa, Allahdan qorxuruqsa, niyə bir-birimizin qəlbini qırırıq, niyə bir-birimizə təpiy atırıq? Yəni xalq olaraq bu qədərmi biz vəhşiləşdik, bu qədərmi bir-birimizə düşman çıxdıq? Yəni Allah gör nə qədər səbirli Allahdır ki, bizə dözür, bizə səbr eləyir. İnanın mənə, heç bir xristiyan ölkəsində bizdə olan vəhşilik yoxdur. Allahımıza and olsun yoxdur. İnsanlar xoşbəxt yaşayır. İnsanlar bir-birinə dəyər verir. Kim neyniyər, o neyniyər, bu neyniyər, bir-birinə o sözü sualı vermirlər. Bir-birindən çəkinmirlər. Bir-birlərindən utanmırlar. Yəni müsəlman ölkəsidir, Azərbaycan xalqı yox. Kimsə qabağa gedir, onun ayağının altından qazırlar, dartırlar. Bu adam yıxılsın, bu adamın qanı içməyə başlayırlar. Yəni bunun harası müsəlmançılıqdır? And içirəm Allaha. Azərbaycanda 70% müsəlman yoxdur. 70%. Onsuz da düz insanın, düz danışan insanın heç vaxt dəyəri olmayıb, dəyər verilməyib. Çünki Azərbaycanda yaşayırıq. O qədər vəhşi insanlar gördüm Azərbaycanda, o qədər bir-birinin ayağını qazan insanlar gördüm Azərbaycanda, bir-birini istəməyən insanlar gördüm Azərbaycanda. İnanın mənə sevgi deyilən bir his qalmayıb məndə. Az qalır ki, istəyirsən bu torpağı, bu vətəni atıb, gedib Avropa ölkələrində yaşayasan. Dəyərmi buna? Bu qədər mi biz Allahdan qorxmuruq? Niyə insanların qəlbinə dəyirsən? Niyə axı bir-birə düşman olursan? Səni buna vadar eləyən nədir? Qardaş, bu insanlar xoşbəxt olsun da, kim necə yaşayır, kim hara gedir, kim nə qayırır? Öz həyatıdır, öz şəxsi işidir. Sən niyə onun həyatına burun soxursan? Niyə imkan vermirsən ki, o insan yaşasın? Yəni bu qədər bekar adamsan ki, onun həyatına burnunu soxursan? Başqasına nəsə bir arzula, yaxşı şey arzula. Allaha and olsun deyirəm, Allah onun milyon qatını sənə yetirəcək. Çünki sən arzulamısan, ömür boyu onun bunun xainliğin, paxıllığını çəkirsən. Ona görə də Allah sənə vermir və başqasının həyatına sən burun soxursan. Allahdan qorxmaq lazımdır. Ölməyəcək kimi yaşayırsınız ölümlü dünyada. O kişi olmasın, o qadın olmasın ki, bu dünyada əbədi yaşasın. Və həyatda əbədi olan heç bir şey yoxdur. Hamımız öləcək. Nə olar, qulaq asanda buradan alıb, buradan buraxmayın da. Əməl eləyin.